Salam mənim əziz və dəyərli mətbəx sevər ailəm. Hər birinizi kanalımda xoş gördük. Bu günləri nagis evdə necə hazırlanır onu sizlərə göstərəcəm. Amma əvvəlcədən qeyd edeyim ki, bunu mən hazırlamamışam. Yenə də hansı ki səhifədə bacımgildə qonaq getmişəm bacımgilə. Orada bacım hazırladığı təamlardan çəkiliş eləmişəm. Bu da həmən çəkilişlərdən biridir. Yəni bu nagesi mənim bacım hazırlayır. Deməli əvvəlcə sinə ətini, burada hardasa 1 kiloqrama yaxın sinə əti var. Gördüyünüz formada, uzun sov formasında doğrayır. Daha sonra duz, istiot, qırmızı biber, yəni müxtəlif ədviyyatlar əlavə eləyə bilərsiniz. Burada deməli bacım ancaq duz, istiot və qırmızı biberdən istifadə elədi. Yəni bura sarımsaq tozu da istifadə eləmək olar. Bunları ətin üzərinə əlavə eləyib, daha sonra yumurtanı, 2 yumurtanı qarışdırıb ətin yenə üzərinə əlavə eləyir və su. Gördüyünüz kimi suyu da əlavə eləyəndən sonra yaxşı-yaxşı bunları qarışdırır ki, tam duz ətin elə bil canına keçsin. Daha sonra ununu əlavə eləyir. Burada unun qədərini tam deməyəcəm. Hardasa 4 qaşıq, 5 qaşıq belə deyək undan istifadə eləyir. Əlinizin altında onu qarışdıranda özünüz hiss eləyəcəksiniz. Elə bil un su ilə qarışır burada, ətlə bir yerdə qarışır. Un qarışımı burada xəşil kimi olur da, bax belə deyək. Bu cür qarışdırıb qoyur bir kənara. Hardasa bir 20 dəqiqə, yarım saat bunu belə gözlədir. Biraz da çox gözlətsəniz daha yaxşı, daha ət dadı çəkər duzunu istiotun canına. Burada biz gözləyirdik deyə bacım çox gözlədə bilmədi. Hardasa 20 dəqiqə gözlətdi bir kənarda. Ondan sonra tavaya yağ əlavə edir, qaynar yağda bunu bişirəcək. Deməli burada da 2-3 dənə yumurtadır. Yumurtanın yəni burada sayını tam demək olmur, çünki böyük yumurta, kiçik yumurta ola bilir. Ona görə 3 yumurtanı elə bil bu cür açdı. Ondan sonra həmən sinə ətləri ki var, bu xəşil kimi xəmirin içində. Həmən sinə ətlərini də burada bacımı da göstərirəm. Deməli sinə ətini çıxardıb əvvəlcə una, sonra yumurtaya, sonda suxarıya batırıb qaynar yağda o üz bu üz qızardır. İndi bunun yağını daha bol eləyib yağda qaynatmaq olar. İndi bildiyimiz kimi evdə bişirilir deyə, yəni sonra o yağı istifadə eləmək olmur deyə sən deyən elə qazanı yağla doldurmağa ehtiyac yoxdur. Yağını biraz normal bol eləyib və o üz bu üz qızardır, yığır, servis edir. Deməli bunun böyründə fri deyək də həmən formada kartof da soyub doğrayıb, bayaq göstərdim. Həmən kartofları da tavada qızardır o üz bu üz. Bunu da deyim ki bollu yağ töküb orada qaynadır. Yox. Sadəcə gördüyünüz formada. Çünki bundan qalan yağları istifadə eləmək olmur. Ona görə kartofu da qızardıb servis edir, süfrəyə verir. Yəni çox ləzzətli, maraqlı daddır. Bunu çox rahatlıqla uşaqlarınıza hazırlaya bilərsiniz əziz xanımlar. İnşallah ki bəyəndiniz. Bugün bacım bizə deməli nageslə fri pişirdi. Çox da biz bəyəndik, məmnun qaldıq. İnşallah ki siz də bəyəndiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.